Hər səhər yeni bir hekayə ilə başlayır, amma onun necə bitəcəyi çox vaxt sizdən asılıdır. Bu gün sizi həm sevindirəcək, həm də düşündürəcək hadisələr gözləyə bilər. Hadisələrə əvvəlcədən hazır olmaq hər zaman üstünlük qazandırır. Gəlin, bu günün sizin üçün nələr hazırladığını birlikdə nəzər salaq. Koç burcu. Bugün Koç burcu üçün enerji sakit deyil. İçində elə bir gerginlik var ki, sanki hər şey eyni anda səni çağırır. Hisslərin adi günlərdən daha keskin işləyir. Kiminsə baxışı sənə çox şey deyə bilər, kiminsə susmağı isə daha da çox sual yaradar. Özünə elə bir vəziyyətdə tapa bilirsən ki, ürəyin başqa, ağlın başqa tərəfə çəkir. Amma qərar verməyə tələsmə. Bugün tələskinlik sənə yanlış yola sala bilər. Bədənində yığılmış gerginlik üzün axırda siqnallarla göstərə bilər. Xüsusilə baş və boyun nahiyəsində diqqət et. Bir az hərəkət, uzanma, su içmək və nəfəsini sakitləşdirmək sənə düşündüyündən çox kömək edəcək. Özünü zorlamadan hərəkət et. Bugün güc mübarizəsi yox, balans günüdür. İş və gündəlik münasibətlərdə isə kiminsə sənin səbrini yoxlama ehtimalı var. Elə sözlər eşidə bilirsən ki, içində cavab vermək istəyi partlayış kimi qalxar. Amma sakit qalmaq sənin ən güclü silahın olacaq. Bugün kim daha çox qışqırırsa, o qalıb deyil. Kim özünü saxlayırsa, o güclüdür. Kiçik bir uğur qazanmaq şansın var, amma bunun üçün ağıllı davranmaq lazımdır. Daxildə azadlıq istəyi güclənir. Eyni qaydalar, eyni insanlar, eyni ritm səni biraz darıxdıra bilər. Qafil bir plan, gözlənilməz bir addım və ya sadəcə mən belə istəyirəm demək ehtiyacı yaranır. Amma hər impulsu dərhal həyata keçirmə. Seç. Axşam tərəfi isə daha yüngülləşir. Sənə yaxşı təsir edən insanlar və rahat söhbətlər önə çıxır. Bu günün mesajı sadədir. Özünü idarə edən, öz həyatını da idarə edir. Boğa burcu. Bugün Boğa burcu üçün gün sakit görünsə də içində gizli bir gerginlik var. Birdən gözləmədiyin bir telefon zəngi, ciddi bir söhbət və ya səlahiyyətli bir insanla qarşılaşma səni bir anlıq çaşdıra bilər. Valideyn, rəhbər və qaydalar müəyyən edən biri səndən nəsə tələb edə bilər və bu tələb indi və dərhal tərzində ola bilər. Amma sən tələsmə. Bugün ən yaxşı cavab soyuqqanlıqdır. İçində emosiyalar biraz həssasdır. Hər söz daha ağır təsir edə bilər. Kiminsə sərt danışığı səni qıcıqlandıra bilər. Amma cavab verməzdən əvvəl 2 dəfə düşün. Sakit qalmaq bugün sənin ən güclü silahındır. Bəzən susmaq qalıb gəlməkdən daha çox şey qazandırır. Bədən tərəfində isə yüngül gərginlik hiss oluna bilər. Xüsusilə boyun və çənə nahiyəsində sıxılma ola bilər. Özünə çox yükləmə. Bir az gəzmək, dərin nəfəs almaq və bədəni boşaltmaq sənə yaxşı təsir edəcək. Özünü zorlamadan hərəkət et. Ritmini qoruyub saxla. İş və gündəlik planlarda bugün tələskinlik yox, planlı davranış günüdür. Ani qərarlar yox, düşünülmüş addımlar sənə daha çox fayda verəcək. Komanda ilə işləmək və başqalarının fikrinə qulaq asmaq daha yaxşı nəticə verə bilər. Tək başına deyil, birlikdə hərəkət etmək sənə üstünlük qazandıracaq. Münasibətlərdə isə kiçik, amma mənalı işarələr ön plana çıxır. Böyük sözlər yox, sadə hərəkətlər daha çox təsir edir. Sənin səbit və güvən verən tərəfin bugün daha çox diqqət çəkir və insanlar bunu hiss edir. Axşam saatlarına doğru isə hava yumşalır. Səni anlayan insanlar və rahat söhbətlər günün ağırlığını yüngülləşdirir. Bugünün mesajı aydındır. Nə qədər sakit qalasan, bir o qədər güclü görünərsən. Əkizlər burcu. Bugün Əkizlər burcu üçün gün sakit başlayır, amma içində çox şey hərəkətdədir. Sanki görünməyən bir fon var, insanlar danışır, planlar dəyişir. Yeni imkanlar isə səssizcə yaxınlaşır. Sən buna dərhal böyük hadisə kimi hiss etməyə bilərsən, amma diqqətlə baxsan, kiçik bir qapının açıldığını görəcəksən. Ən maraqlısı odur ki, bu qapı səs-küylü yox, sakitcə açılır. Bugün fikirlərinin gücü var, amma onları sübut etməyə ehtiyac yoxdur. Hər şeyi dərhal nəticəyə çevirməyə çalışma. Bazı ideyalar sadəcə yetişmək üçün
zamana ehtiyac duyur. İçində qəribə bir sabitlik hissi yarana bilər. Nə çox həyəcan, nə də tam durğunluq. Elə bu vəziyyət sənin üçün ən düzgün ritmdir. İnsanlarla ünsiyyətdə isə diqqətli ol. Bəzi söhbətlər elə yerə gedə bilər ki, orada kiminsə öz fikrini zorla qəbul etdirmək istəyi var. Belə anlarda mübahisəyə girmək əvəzinə geri çəkilmək daha ağıllı seçimdir. Hər fikrə cavab vermək məcburiyyət deyil. Bəzən susmaq ən güclü cavabdır. Daxili tərəfdən isə bir az istirahət ehtiyacı var. Telefon, ekran, informasiya axını səni düşündüyündən çox yorur. Özünü yüngülləşdirmək üçün sadə şeylər kifayətdir. Su içmək, gəzmək, nəfəsini toplamaq, bədən və beyin eyni anda yavaşla siqnalı verə bilər. Münasibətlərdə isə sakit, amma səmimi bir enerji var. Böyük sözlər yox, kiçik hisslər daha çox rol oynayır. Kiminsə səninlə etdiyi sadə bir davranış belə içində isti bir his oyada bilər. Axşam tərəfi isə daha maraqlı ola bilər. Yeni bir fikir, yeni bir maraq və ya sadəcə səni düşündürən bir söhbət ortaya çıxa bilər. Bu günün mesajı budur. Hər şey dərhal görünməsə də ən vacib dəyişikliklər səssiz başlayır. Xərçəng burcu. Bugün xərçəng burcu üçün diqqət əsasən maddi mövzulara yönəlir. Pul, hesablar, sənədlər və ümumi dəyərlərlə bağlı xırda bir qarşılıq və ya gözlənilməz vəziyyət ortaya çıxa bilər. Ona görə də hər şeyi 2 dəfə yoxlamaq sənin xeyrinə olacaq. Bugün diqqətsiz bir səhv sabah daha böyük narahatlığa çevrilə bilər. Daxildə isə biraz həssaslıq artıb. Sanki hər şey biraz daha dərin hiss olunur. Həm yaxşı şeylər, həm də narahat edən detallar. Pul və ya sahib olduqlarınla bağlı düşüncələr səni bir az gərgin edə bilər. Amma panikaya düşmə. Sakit qalmaq və addım-addım yoxlamaq ən doğru yoldur. Sağlamlıq tərəfdə bədəninə diqqət etmək vacibdir. Yemək rejimini pozmamaq, yüngül və isti qaydalar seçmək sənə yaxşı təsir edəcək. Özünə çox yükləmə, xüsusilə də əsəblərini. Biraz təmiz hava, bir az su və bir az da istirahət bugün sənin dərman kimidir. İş və gündəlik planlarda isə daha çox fokus və dəqiqlik tələb olunur. Danışıqlar, qararlar və sənədlərlə bağlı mövzularda tələsmək olmaz. Sakit və ölçülü davranış sənə üstünlük qazandıracaq. Bugün böyük addımlardan çox, düzgün atılmış kiçik addımlar daha dəyərlidir. Münasibətlərdə isə daha yumşaq bir enerji var. İçində saxladığın hisslər səni bir az düşündürə bilər. Amma hər şeyi içində saxlamaq əvəzinə sakit şəkildə paylaşmaq daha yaxşı nəticə verə bilər. Keçmişə ilişib qalmaq əvəzinə buraxmaq sənə yüngüllük gətirəcək. Axşam saatlarında isə özünə biraz daha yüngül hiss edə bilərsən. Günün mesajı sadədir. Nəyi qoruduğunu bil, amma qorxunun səni idarə etməsinə icazə vermə. Şir burcu. Bugün sənin üçün elə bir gündür ki, hər şey səssizcə sənin xeyrinə işləyə bilər. Amma bunun farkına varmasan yanından keçib gedəcək. İşdə uzun zamandır yarımçıq qoyduğun şeylər var idi. Elə bil hamısı bir anda qarşına düzülür. Əgər onları bugün həll etsən, sabah başın daha rahat olacaq. Özünü yorma, amma qaçıb gizlənmək də yoxdur, ortasını tap. İçində qəribə bir gərginlik yarana bilər. Biri səni sözləri ilə yoxlamağa çalışa bilər, ya da sənə qarşı soyuq davranan bir insan birdən diqqətini çəkə bilər. Burada əsas məsələ odur ki, hər reaksiyaya dərhal atılma. Sakit qalanda asıl gücünü göstərirsən. Sənin ən böyük silahın səsin yox, duruşundur. Bugün emosiyalar biraz qarışıq ola bilər. Bəzən özünü haqlı hiss edəcəksən, bəzən isə bəlkə də mən çox sərt oldum deyə düşünəcəksən. Amma bu daxili dalğalanma səni zəiflətmir, əksinə kim olduğunu daha aydın göstərir. Səni hər kəs başa düşməyə bilər, amma bu sənin dayanmağını tələb etmir. Bədəninə də diqqət et, yorğunluq yığılıb qala bilər. Su içmək, qısa gəzinti və sadə hərəkətlər sənə çox yaxşı təsir edəcək. Özünü sübut etmək üçün hər şeyi yandırmağa ehtiyac yoxdur. Ən maraqlısı isə odur ki, bugün sənin cazibən adi gündən daha güclü hiss olunur. İnsanlar səndən təsirlənə bilər, hətta sən heç nə etməsən belə. Amma diqqətli ol, hər gələn sözə aldanma.
Öz fikrini saxla, hər kəsə açma. Bugün səssiz gücün günüdür. Qız burcu, bugün iş yerində sənin içində qəribə bir təmizləmək, düzəltmək, hər şeyi qaydasına salmaq istəyi olacaq. Amma problem odur ki, sən buna necə görürsənsə, hamı elə görmür. Səncə artıq işləməyən şeylərdən qurtulmaq lazımdır. Amma ətrafındakılar buna dəyişiklik yox, təhlükə kimi qəbul edə bilər. Ona görə sözünü bir az yumşaq deməsən, kiçik bir anlaşılmazlıq böyük soyuqluğa çevrilə bilər. Bugün işdə xüsusilə diqqətli olmalısan. Hər kəs sənin kimi düşünmür və hər kəs sənin qədər tez qərar vermir. Sənin bir cümlən belə kiminsə qüruruna toxuna bilər. Ona görə düz danış, amma sərt yox. Sakitlik bugün sənin ən güclü silahındır. İşlərin çox olacaq, amma bu səni qorxutmamalıdır. Əksinə, yarımçıq qalan şeyləri bitirmək üçün yaxşı gündür. Sadəcə hər şeyi eyni anda etməyə çalışma, yoxsa özünə də, ətrafına da yorarsan. Addım-addım getmək sənə daha çox nəticə verəcək. Münasibətlərdə isə həddindən artıq tənqid etməməklə arta bilər. İnsanların səhvlərini görəcəksən, amma har gördüyünü demək məcburiyyətində deyilsən. Bəzən susmaq daha çox hörmət qazandırır. Xüsusilə yaxın insanlarla daha anlayışlı olmağa çalış. Bədəninə də diqqət et. Uzun müddət oturmaq və stres sənə təsir edə bilər. Qısa fasilələr, yüngül hərəkətlər və düzgün qidalanma səni yaxşı təsir edəcək. Özünü sıxma. Axşam tərəfi isə daha sakit bir ritm gəlir. Özünü qaydaya salmaq, plan qurmaq və sabahı düşünmək üçün yaxşı vaxtdır. Bugünün dərsi budur. Hər doğru fikir doğru zamanda deyilməlidir. Tərazi burcu. Bugün tərazi burcu üçün gün bir az sınaq və balans kimidir. Sən hər şeyi sakit, ədalətli və düzgün etmək istəyirsən. Amma ətrafındakı insanlar bunu bəzən başqa cür qəbul edə bilər. Ona görə bugün ən vacib şey özünü izah etməyə çox çalışmaq yox, sakit qalmaqdır. Hər kəs səni dərhal başa düşməyə bilər, amma bu o demək deyil ki, sən səhvsən. İş mühitində kiçik anlaşılmazlıqlar və gərginliklər yarana bilər. Kiminsə sözünə tez reaksiya vermək istəyə bilərsən, amma bir az geri çəkilsən, vəziyyətin əslində o qədər də ciddi olmadığını görəcəksən. Sənin gücün münaqişədə yox, ortanı tapmağındadır. Bugün tərazini saxlayan tərəf sən olmalısan, dağdan yox. Qararsızlıq hissi biraz güclənə bilər. Bir seçim edirsən, sonra bəlkə başqa cür edərdim deyə düşünərsən. Amma bugün mükəmməl qərar axtarma, sadəcə irəlilə. Səhv addım hərəkətsizlikdən daha yaxşıdır. Münasibətlərdə isə gözlənilməz bir istilik və ya diqqət sənə toxuna bilər. Kimdənsə gələn bir söz ya da kiçik bir jest səni düşündürə bilər. Burada vacib olan şey öz hisslərini gizlətməmək, amma tələsik qərar verməməkdir. Bədənində də biraz yorğunluq və gərginlik hissi oluna bilər. Özünü sıxma, su iç, yüngül hərəkət et. Çox yüklənmək lazım deyil. Bugün sənin üçün daha çox yavaşlama və özünü dinləmə günüdür. Axşam isə daha sakit bir enerjiya gəlir. Düşünmək, plan qurmaq və içindəki səsi eşitmək üçün yaxşı vaxtdır. Bugünün mesajı budur. Hər şeyi idarə etməyə çalışma. Axşam bir az da icazə ver. Əqrəb burcu. Bugün ailə içində və ya yaxın çevrəndə söz-söhbət bir az gərgin ola bilər. Hamı öz dediyini keçirmək istəyəcək, amma məsələ təkcə kim haqlıdır deyil. Hər kəsin içində yığılan hisslər bir anda üzə çıxar. Ona görə də bugün kiminsə səsini yüksəltməsi səni dərhal reaksiya verməyə vadar etməsin. Sakit qalsan, vəziyyət öz-özünə yumşalacaq. Əgər miras, pul, ortaq əmlak və ya borc kimi mövzular gündəmdədirsə, tələskən qərar vermə. Bugün verilən sərt qərarlar sonradan peşmanlıq yarada bilər. Hər şeyi dərhal hal etmək lazım deyil. Bəzən gözləmək daha ağıllıdır. Emosiyalar biraz dərin və qarışıq hiss oluna bilər. Sanki içində həm qəzəb, həm də həssaslıq eyni anda var. Amma bu səni zəiflətmir. Əksinə, nə qədər çox hiss etdiyini göstərir. Sadəcə hər hissi hər kəsə demək məcburiyyətində deyilsən.
İş və gündəlik həyat tərəfi isə daha rahat gedə bilər. Kiçik işlər asanlıqla yoluna düşür. İnsanlar səninlə daha normal ünsiyyət qurur. Amma yenə də hər şeyi sübut etməyə çalışma. Sakit və stabil qalmaq bu gün sənin ən güclü tərəfindir. Bədəninə də diqqət lazımdır. Stres yığıla bilər, xüsusilə daxili gərginlik hiss oluna bilər. Özünü sıxma, biraz dincəl, yüngül hərəkət et. Özünü zorlamadan gün keçirməyə çalış. Axşam isə daha sakit və düşüncəli bir enerji gəlir. Evdə qalmaq, özünlə baş-başa qalmaq və fikirlərini toplamaq üçün yaxşı vaxtdır. Bu günün dərsi budur. Hər hiss dərhal reaksiya tələb etmir. Bəzən sadəcə dayanmaq kifayətdir. Oxatan burcu. Bugün içində qəribə bir tələskinlik var. Sanki hər şeyi indi demək, indi etmək, indi həll etmək istəyirsən. Amma diqqət et, hər düşündüyün şey dərhal doğru olmaya bilər. Bir insanın sözü, bir baxışı və ya keçkən cavabı içindəki bütün tarazlığı silkiləyə bilər. Özünü haqlı çıxarmaq istəyi güclənir. Amma bugün əsas məsələ haqlı olmaq deyil, sakit qalmaqdır. Yaxın çevrəndə bir sənin səbrini sinəyə bilər. Onun dediyi sözlər səni qıcıqlandıra, hətta içində gizli qalan hissləri uza çıxara bilər. Amma cavabı dərhal vermək əvəzinə bir az gözlə. Bazen susmaq ən güclü cavab olur. Bugün emosiyalar yüksəkdir, amma hər emosiyanı hərəkətə çevirmək lazım deyil. Münasibətlərdə gözlənilməz açıqlamalar ola bilər. Kiminsə sənə qarşı səmimi olması səni həm sevindirə, həm də biraz narahat edə bilər. Çünki həqiqət həmişə rahat olmur, amma bugün eşitdiklərin gələcəkdə sənin üçün daha aydın bir yol açacaq. İş və gündəlik planlarda kiçik dəyişikliklər mümkündür. Planlar pozulsa da bu sənin xeyrinə ola bilər. Sərt yapışdığın bir şeydən uzaqlaşmaq sənə yeni bir imkan verə bilər. Əsas odur ki, inatla yox, ağılla hərəkət edəsən. Günün sonunda içində bir rahatlama hissi yaranacaq. Sanki gün boyu içində yığılan gərginlik yavaş-yavaş əriyəcək. Özünü çox sərt davranma. Hər şeyi idarə etmək məcburiyyətində deyilsən. Bugün sana bir dərs verir. Bazen en büyük güc özünü bırakmağa bacarmaqdadır. Oğlaq burcu. Bugün sənin içində qəribə bir hər şeyi nəzarətdə saxlamalıyam hissi güclənə bilər. Sanki kiminsə dediyi bir söz, gözlənilməz bir xəbər və ya işdə kiçik bir dəyişiklik səni dərhal qərar verməyə itələyər. Amma tələsmə. Bugün verilən ani qərarlar sabah farklı görünə bilər. İş mühitində kiminsə davranışı səni bir az əsəbləşdirə bilər. Sən plan qurursan, o isə hər şeyi qarışdırır kimi görünə bilər. Amma məsələ ondadır ki, hər kəs eyni ritmdə hərəkət etmir. Sənin gücün bugün reaksiya verməkdə yox, özünü idarə etməkdədir. Sakit qalmaq sənə gözlədiyindən daha çox üstünlük qazandıracaq. Pul və maddi məsələlərdə ani qərarlardan uzaq durmaq vacibdir. Bir alış-veriş, bir razılaşma və ya bir xərcləmə planı səni düşündürə bilər. İndi edim, yoxsa gözləyim sualı yaranacaq. Cavab sadədir. Bugün gözləmək daha ağıllıdır. Çünki bütün məlumatlar hələ görünmür. Dostluqlar və yaxın münasibətlərdə isə daha isti və sakit bir enerji var. Biri sana gözlənilmədən dəstək ola bilər və səninlə səmimi bir söhbət açmaq istəyir. Bu anları analiz etmə, sadəcə qəbul et. Hər şeyin altında gizli mana axtarmağa ehtiyac yoxdur. Bədəninə də diqqət lazımdır. Yorğunluq, gərginlik və kiçik ağrılar sənə biraz yavaşla mesajı verir. Özünü zorlamadan ritmini dəyişərək hərəkət et. Bugün güc göstərmək günü deyil, ağıllı davranmaq günüdür. Günün sonunda başa düşəcəksən ki, hər şey düşündüyün qədər tacili deyildi. Ən böyük qələbə isə sakit qalmağın olacaq. Dolça burcu. Bugün sanki ətrafında baş verən hər şey bir az çox sürətli və biraz da qarışıq görünə bilər. İnsanlar plan qurur, qərar verir, nəsə etməyə çalışır, amma sən içində dayan, bu doğru deyil hissini daha güclü hiss edərsən. Hər kəs eyni istiqamətə qaçarkən sən farklı düşünürsən və bu səni bir az tək kimi göstərə bilər. İçində güclü emosiyalar var,
Xüsusilə dostluqlar, sosial mühit, sevgi və ya yaxın münasibətlərdə kimsə səni yanlış anlaya bilər. Sən razı olmadığın hər şeyə hə demək istəmirsən və bu kiçik gərginlik yarada bilər. Amma unutma, hər kəsin fikrini qəbul etmək məcburiyyətində deyilsən. Bugün ən vacib mövzu sərhədlərindir. Kiminsə səni bir şeyə məcbur etməsinə icazə versən, sonradan özünü narahat hiss edə bilərsən. Ona görə də sakit, amma qəti şəkildə yox deməyi bacarmaq sənin ən böyük gücündür. Bugün sənin haqlı olub olmamağın deyil, özünə necə qoruduğun önəmlidir. Sevgi və yaxın münasibətlərdə isə gözlənilməz anlar ola bilər. Bəzən romantika mükəmməl olmur, amma daha real olur. Kiçik anlaşılmazlıq içində belə səmimiyyət varsa, bugün sənin üçün dəyərli bir dərs verə bilər. Günün sonunda anlayacaqsan ki, hər kəslə eyni addımı atmaq məcburi deyil. Sən öz yolunu seçəndə daha güclü olursan. Bugün qələbə sakit şəkildə özümə sadiq qaldım deməkdir. Balıq burcu. Bugün içində yumşaq, amma çox dərin bir hiss sənin diqqətini çəkə bilər. Sanki nəsə dəyişir, amma bunu açıq-aşkar görmək olmur. Kiçik işarələr, təsadüfi sözlər və ya kiminsə davranışı sənə adi günlərdən daha çox şey deyə bilər. Sən isə bunu hamıdan tez hiss edənlərdənsən. İç səsin bugün çox güclüdür. Mantıqdan çox hisslərin səni doğru yerə aparır. Bir şey düz deyil deyirsə, demək ki, həqiqətdən də diqqət etməlisən. Amma eyni zamanda hər hissi dərhal reaksiya vermək lazım deyil. Sadəcə izləmək bəzən daha ağıllı olur. Ailə və ev ilə bağlı gözlənilməz bir xəbər və ya vəziyyət ortaya çıxa bilər. Bu səni biraz təəccübləndirə bilər, amma panikaya düşmək üçün səbəb yoxdur. Əksinə, bu vəziyyət sənə bəzi şeyləri daha aydın görmək imkanı verəcək. Eyni zamanda günün içində sevindirici, yüngül və xoş anlar da var. Dostlarla görüş, romantik bir an və ya sadəcə səmimi bir söhbət sənin ruhunu yüksəldə bilər. Hər şeyi ciddi analiz etmə. Bəzən anın özünü yaşamaq kifayətdir. Sağlamlıq və enerji baxımından bədənini çox yükləməmək vacibdir. Öz ritmini qorusan gün daha rahat keçəcək. Kiçik dəyişikliklər belə sənə böyük rahatlıq verə bilər. Günün sonunda anlayacaqsan ki, bəzi dəyişikliklər qorxulu deyil, əksinə səni daha güclü və ayıq edir. Əsas dərs budur. Nə baş verirsə versin, sən onu sakitliklə idarə edə bilərsən. Gün sona çatır, amma onun buraxdığı təəssüratlar sizinlə qalır. Bu günün məsləhətlərini yadda saxlayın və qarşınıza çıxan hər fürsətdən yararlanın. Həyat gözlənilməz sürprizlər etməyi sevir. Bəlkə də növbəti sürpriz məhz sizin üçün hazırlanıb.